Ağsavada uşaq ölümü qeydə alınıb. APA TV-nin yerli bürosunun məlumatına görə hadisə rayonun Qırlı kəndində baş verib. Belə ki, kənd sakini 2024-cü il təvəllüdlü Nilay İsmailova valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Onun ölüm səbəbi hələlik məlum deyil. Qeyd edək ki, azyaşlının ölümü ilə bağlı təbibdən açıqlama verilib. Bildirilib ki, iyunun 8-də saat 12:30 iradələrində Qırlı kənd sakini 8 aylıq qadın cinsli körpə ölü vəziyyətdə Ağstafa rayon mərkəzi xəstəxanasının təcili və təxirə salınmaz tibbi yardım şöbəsinə gətirilib. Xatırladaq ki, ötən il avqust ayında İsmailovların övladları 2022-ci il təvəllüdlü Gülxar İsmailzadə qıc olma diaqnozu ilə Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı Gülxar İsmailzadənin öldüyü məlum olub. Onu da bildirək ki, bu ailə baba və nənənin faciəvi ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırlı kənd sakini 1965-ci il təvəllüdlü Füzuli İsmailov nərdivanı hasara sökəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmailov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmailova daşların altında qalaraq ölüblər.